Hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar. Şərq TV-ni izləyirsiniz. Ölkədə və dünyada baş verən ən yeni xəbərlərlə qarşınızdayıq. Studiyada Aybəniz Səfərovadır. Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin hakimiyyəti ələ keçirməyə yönələn əməlləri ilə bağlı yeni faktlar üzə çıxıb. APA'nın etibarlı mənbələri istinadən verdiyi məlumata görə, Ramiz Mehdiyev Rusiyanın dəstəyi ilə dövlət çevrilişi planı hazırlayaraq öz kanalları vasitəsilə Moskvaya təklif edib. Məlumata görə Mehdiyev Azərbaycan və Rusiya arasında yaranmış gərginlikdən istifadə edərək dövlət çevrilişi planının hazır olduğunu və bu istiqamətdə Rusiyadan dəstək gözlədiyini bildirib. Mənbələrin məlumatına əsasən Azərbaycan və Rusiya prezidentlərinin düşənbədəki görüşü zamanı Rusiya tərəfi Mehdiyevin təklifi barədə Azərbaycan tərəfinə məlumat verib. Yaşa görə verilən müavinət artacaq. Milli Məclisin İqtisadi, Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin üzvü Vüqar Bayramovun sözlərinə görə Azərbaycanda sadəcə 5-ci sosial paket icra olunub və bu 3 milyon nəfəri əhatə edib. Sözügedən şəxslərin əmək haqları, pensiyaları və digər müavinətləri artırılsa da, yaşa görə verilən müavinətin məbləği dəyişməyib. Deputat bildirib ki, hazırda yaşa görə müavinət 220 manat təşkil edir. Onun sözlərinə görə bu məbləğin 15% artırılması ilə bağlı təkliflər hazırlanıb. Müdafiə Nazirliyinin İstirahət Evi rəisi mayor İlham Haqverdiyev rüşvət ittihamı ilə saxlanılıb. Bununla bağlı hərbi prokurorluqda cinayət işi başlanılıb. Onun barəsində qətimkan tədbiri seçilməsi üçün Bakı Hərbi Məhkəməsinə təqdimat daxil olub. Təqdimata baxılacaq. Qeyd edək ki, Müdafiə Nazirliyinin Abşeronun Görədil kəndində yerləşən mərkəzi sanatoriyası hazırda İstirahət Evi adlanır. Ermənistanda Sisakan dəstəsinin komandiri Aşot Minasyan qanunsuz silah saxlamaq iddiamı ilə 2 il müddətinə azadlıqdan məhrum edilib. Sputnik Ermənistanın yaydığı məlumata görə o 2021-ci ilin dekabrında Ermənistan baş naziri Nikol Paşinyana qarşı sui-qəsdin hazırlaması iddiamı ilə həbs olunub. Lakin erməni komandir daha sonra dəlil çatışmazlığı səbəbindən azadlığa buraxılıb. Qeyd edək ki, Aşot Minasyan 1992-ci ilin mayında Laçının işğal edilməsi əməliyyatında bilavasitə iştirak etmiş Sisakan terror qruplaşmasının komandiri olub. O vaxtilə Azərbaycan ərazilərinin işğal edilməsində yaxından iştirak edib. Ölkə ərazisində oktyabrın 17-sində havanın yağıntılı keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacaq. Havanın temperaturu gecə 13-16, gündüz 18-21 dərəcə isti olacaq. Rayonların bəzi yerlərində isə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısa müddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Havanın temperaturu gecə 12-16, gündüz 18-22 dərəcə isti olacaq. Bugünə çatdıracaqlarımız bu qədər. Ən son xəbərləri Şərq TV-dən izləməyə davam edin. Diqqətiniz üçün minnətdarıq.